Birliği Ekber İbrahimov, Ekber İbrahimov genç alim, genç cerrahtır. Onun hakkındaki məlumatları ki, akademik İmam Aslanı ve Profesör vaziyetiyle bir yerde çok möhteşem bir rəhbərlik yazıda, antoloji bir kitabı yazıda. 28 səhifədən ibarətdir. O kitabı antolog digər sahədə işləyən antologlar almalı. Antologla təməl prinsiplər haqqında, radiologiya, kimyoterapiya, digər növlər anlayışlar haqqında çox geniş məlumat verir. Bu kitabı əldə etməyi mənə məsləhət edərdir. Hər vaxtınız xeyir, hörmətli sədr, hörmətli konqres iştirakçıları. Mənim bəhs edəcəyim mövzu yumurtalığın epitelial şişlərində sitoreduktiv cərrahiyyənin roludur. Sitoreduktiv cərrahiyyənin bir neçə tipi var. Birincili stereoduksiyanın bizim bugünkü mövzuda effektindən çox ikincili, üçüncülü və dördüncülü sitoreduksiya tətbiq etdiyimiz xəstələrin həm mövcud əməliyyatının videoların, şəkillərin və axırda da əldə etdiyimiz rəqəmlər və bu rəqəmlər də nəyi ifadə eləyir, ondan bəhs edəcəm. Yumurtalıq xərçənginin qlobal məsələ olduğu hamımıza məlumdur. Rastgəlmə tezliyinə görə və ölüm göstəricilərinə görə həmişə Qlobokan datasında ön sıralardan birindədir. Və il ərzində yeni xəstələnmə 324 min, 206 min isə ölüm, yeni xəstələnmə və ölüm rəqəmləri ilə həmişə ən ölümcül ginekoloji xərçəngdir. Və bu xəstəliyin təqribən meydana çıxma yaşı postmenopozal dövrə təsadüf edir. Xəstələrin orta tanı yaşı 63, orta ölüm yaşı isə 70-dir. Bəzən isə 45 yaşından cavan xanımlarda da müşahidə edilə bilir. Yumurtalıq xərçəngindən bəhs etdiyimizdə biz bugün yüksək dərəcəli seroz karsinomadan bəhs edirik. Digər histoloji tiplərin bura aidiyyəti yoxdur. Və yumurtalıq xərçənginin bu qədər ciddi məsələ olmasında bəzi nüanslar var. Belə ki, simptomu olmayan, erkən mərhələdə simptomsuzdur, skrining proqramı yoxdur. Buna görə də gecikmiş mərhələdə 75-80% ilə biz məşğul oluruq və gecikmiş mərhələdə isə nəticədə uzun vədəli yaşama göstəricisi 20-25-ə qədər aşağı düşür. Və yumurtalıq xərçəng üçün cərrahiyyəsində bir şey dəyişmədi də deyə bilərik. Həmişə birincili sitoreduktiv cərrahiyyə, sonra isə adyuvant kimyəvi terapiyadır. Erkən mərhələdə 80-90% halda effekt alsaq da gecikmiş mərhələdə xəstələrin yarısını 2 il ərzində itirə bilirik. Və cərrahi prosedurların sadə olan tipləri ciddi bir ağırlaşma ilə, yəni morbiditə və mortalitəni ciddi etkiləmir. Və xüsusən də erkən mərhələdə, burada da videoda da göründüyü kimi biz sterektomiya, salpingoferektomiya, bilateral pelvik, periortal limfodiseksiya, omentektomiya standart rutin icra olunan prosedurlardır. Bu əməliyyatları minimal risk artımı ilə həyata keçirmək olur. Bəzən isə gecikmiş vəziyyətdə gəlirlər xəstələr, hətta 3/2 o cür gəlir. O zaman isə maksimal sitoreduksiyanı təmin etmək üçün daha ciddi işlər görmək, daha böyük prosedurlar həyata keçirməli oluruq. Bunlar isə Şəmstan həkim də slaytlarında vurğu çəkmişdi, bərabərində ağırlaşmaları gətirir və postoperativ dövrdə ciddi ağırlaşma ilə üz-üzə gəlirik. Bunlardan birini göstərmək istəyirəm. Bəzən də adneksial kitlənin laparoskopik idarə olunmasına cəhdlər olur və bu bir cavan xəstədə 26 yaşında bir xanımda laparoskopik kistektomiya edilib və kistektomiya materialı morselyasiya edilərək, fraqmentasiya edilərək port yerindən çıxarılmışdı. Əməliyyatdan 21 gün sonra, 3 həftə sonra bizə müraciət edəndə xəstə tamamlayıcı cərrahisini edəcəkdik. Qarın boşluğunda yatrogen disseminasiya, nazik bağırsağı transmural zədələyən, həmçinin mezonteuriumu tutan implantlar
və burada biz radikal cərrahini təmin etsək də xəstənin iatrogen metastazlarla proqnozu ümumilikdə pisləşir. Onu artıq düzəltmək mümkün olmur. Yenə də maksimal stereoduksiyanı təmin etmək üçün visceral rezeksiya dediyimiz qarın boşluğunda dalağın zədələnməsi, diafraqmanın strippingi və ya başqa rektosigmoid rezeksiya filan icra edilir. Bu zamanda ağırlaşmalar artır. Bu xəstədə yumurtalıq xərçəngidir. 3-cü mərhələ çanaq boşluğunu tamamilə dolduran şiş törəməsi və peritoneal karsinomatozusun olduğunu görürük. Həmin xəstədə qarın boşluğunun yuxarısına baxdığımızda isə sağ diafraqma şişlə tamamilə infiltrasiya olunmuşdur və ona görə də kəsik bu qədər böyük aparılaraq diafraqmanın peritonun çıxarılmasına cəhd edirik və əməliyyatın sonunda çanaq boşluğu tamamilə şişdən arındırıla bilir və sağ diafraqma peritonu da 3/2-dən çoxu şişlə infiltrasiya olan hissənin hamısı çıxarılaraq burada diafraqmanın əzələ hissəsi sadəcə saxlanılmışdır. Və ağırlaşmaların faizi də bu maksimal stereoduksiyaya biz addım atdıqca, daha cəsarətli davrandıqca artır. Hətta bəzi yayınlarda 37%-ə qədər artdığı görülür və ölüm riski də 1-17% arasında artır. Bunların arasında ən çox anastomoz qaçağı, sepsis, bu kimi problemlər artır. Və peritoneal karsinomatosis əksər hallarda bizə neoadjuvant qərarını vermək üçün vacib bir kriteriya sayılırdı. Ancaq sonra isə Sugarbaker hələ 1995-ci ildə dedi ki, periton rezektabel orqandır. Peritonun tutulumu lokoregional yayılma kimi düşünülməlidir və beləliklə peritoneal karsinomatoozda cərrahi şansı mütləq yoxlanmalıdır. Və burada da əsas müalicə proseduru makroskopik şiş törəməsi üçün stereoduktiv cərrahiyə, mikroskopik müalicə üçün davamında HIPEX, sistemik prosesi kontrol altına almaq üçün isə bildiyimiz klassik vena daxili adjuvant kimyəvi terapiya tövsiyə edilirdi. Və peritoneal karsinomatoozda ən çox tutulan orqan sağ diafraqma peritonu, Douglas peritonu və böyük piylikdir. Bunların da əksər hallarda cərrahi rezeksiyası mümkün olur. Bu xəstədə də böyük piyliyin tamamilə şişlə infiltrasiyası və çanaq boşluğunda peritoneal karsinomatoz və rektosigmoidin transmural şişlə infiltrasiyası vardır. Xəstədə də bu şəkildə rektosigmoid rezeksiya, stereoduktiv əməliyyat aparıldı. Və həmin xəstədə anastomozla iş bitdi. Bəzən isə transmural deyil, sadəcə peritonu və seroz qişanı zədələdikdə Hudson proseduru dediyimiz texnika ilə Douglas peritonu soyaraq bağırsaq mənfəzi açılmadan anastomoza getmədən də işi bitirmək olur. Bu da həmin xəstədə əldə edilən görüntüdür. Və Sugarbaker'in stereoduktiv cərrahiyyə aparılması üçün tövsiyə etdiyi minimal texnika var. Onlar mümkün olduqca əldə edilib və ona uyğun əməliyyatları biz planlayırıq. Və bu əməliyyatların aparılmasından sonra mütləq şəkildə ağırlaşmaların nəzarətdə saxlanması üçün reanimasiyada uzanmış bir periyodda saxlayırıq. Yenə burada Douglas peritonunun şişlə infiltrasiyası və peritonektomiya materialı görünür. Bunları keçəcəm ki, və bir xəstədə də yenə qaraciyər metastazı kimi düşünülmüşdür və sonra biz radioloji və bizim onkoloji konsiliumi ilə müəyyən edildi ki, bu qaraciyər parenximasını zədələməyib və diafraqma peritonunda şiş implantıdır. Bu xəstədə də maksimal stereoduksiya təmin edilə bildi. Bu kimi diaqnostik axtarışda bəzən konsiliumun olması doğrudan da bizim işimizi çox asanlaşdırır və xəstə üçün də faydalı bir addımdır. Yenə həmin diafraqma üzərindəki şiş implantı çıxarıldıqdan sonra diafraqmanın əzələ qatını görə bilirik. Böyük şiş piyliyin rezeksiyası artıq total omentektomiya şəkildə peritoneal karsinomatoozda aparılan bir prosedurdur. Bu da bənzər məsələ.
Ən çox gördüyümüz məsələdə sol tərəfdə yumurtalıq şişinin rektosigmoid segmenti prosesə cəlb etməsi və belə halda da artıq rutin staplerlə rektosigmoid rezeksiyon və anastomoz tətbiq edirik seçilmiş xəstələrdə. Və bu xəstədə də en blok şəkildə şiş toxuması bağırsaq segmenti ilə birlikdə çıxarılır və xəstənin də mövcud durumu anastomoz üçün uyğun olduğu üçün birincili anastomozla işi bitirə bilmişdik. Bu da nadir bir rast gəlinən forma idi. Sadəcə əməliyyatdan sonraki dövrdə izolə apendiks metastazı idi. Apendiksdə metastaz var idi. O da sağ hemokolektomiya və iliotransvers anastomozla bərpa edildi. HIPEC-də çox maraq artmaqdadır. HIPEC-lə mən hətta 2015-ci ildə tanış olmuşdum. Hacettepe Universitetində müəyyən bir period davam elədik. Amma nəticələr üz güldürən olmadı. Ağırlaşma riskimiz də yüksək olduğu üçün o dövrdə dayandırılmışdı. Amma yenidən indi gündəmə gəlib və NCM protokolunda maksimal stereoduksiya təmin edilən xəstələrdə aparılmalıdır deyir. Və HIPEC prosedurunda da təbii ki, istifadə olunan preparatlar da hamımıza tanışdır və bunların spesifik yan təsirlərindən qorunması üçün xüsusi komandanın olması lazımdır. Və bu prosedurların aparılması üçün seçim kriteriyalarında da radiologiya ilə yanaşı peritoneal kanser indeksinə də diqqət etməliyik. Və bu HIPEC-in aparılan qrupda ölüm 1-5%, ağırlaşmalar isə 35%-ə qədər yüksək olduğu qeydə alınır. Və burada müxtəlif ağırlaşmalar var. Əvvəl də söyləmişdim. Əsas problemlər anastomoz qaçağı, abses, sonra sepsis və buna bağlı da ölüm müşahidə edilməsi hamının qorxusu. NCN rəhbərliyində isə yenə də əsasən tam stereoduksiya təmin edilməlidir deyir və neoadjuvant alan xəstələrdə interval stereoduksiyada maksimal həddə çatılıbsa, onda HIPEC yapıla bilər. Ağırlaşmaları vurğulandı məndən öncəki konuşmalarda. Çanaq boşluğunun magistral damar quruluşu hamıya məlumdur. Bəzən burada istənməyən vaskulyar zədələnmə olur. Bu xəstədə göründüyü kimi ilyak damar və başqa bir xəstədə yenə ilyak damarın zədələnməsi və kardiovaskulyar cərrahla greftin qoyulmasına nail olmuşduq. Uretral zədələnmə və burada uroloji konsultasiya ilə fəsadlar aradan qaldırılır. Nadirən də duodenal zədələnmə ola bilir ki, xüsusən də periaortal limfodiseksiyada duodenal zədələnmənin postoperativ dövrü çox risklidir. Aşağı boş vena üçün də yenə söz edilmişdi. Onu da söyləyək ki, bunların da birincili bərpasını həyata keçirmək olur. Bəzən defekt böyük olanda greftlə bağlanmasına gələ bilir. Digər ağırlaşmalardan üzərindən keçəcəm. Bunlar ola bilir. Limfodiseksiya ağırlaşmalarını Şəmstan Hoca söylədi. Tromboemboliya və digər. Bəzən də port yeri metastaz olur. Xəstə laparoskopik adneksial törəmə diaqnozu ilə əməliyyat edilir. Port yerindən çıxardılır. Xəstədə 2-3 ay sonra port yerində belə metastaz vardı və orada aponevroz böyük sərhədlərlə rezeksiya çıxarıldı. Defekt isə dual meşlə qapatıldı. İndi bura qədər dediklərimiz işin bədii tərəfi idi. Bir də rəsmi tərəfi nədir? Biz nə etdik? Rəqəmlərə baxsaq, cəmi 349 əməliyyat olub bu müddətdə, təqribən 8 il müddətində və 111 ayda bunları müşahidədə saxlamışıq. Gördüyünüz kimi ikincili stereoduksiyada maksimal stereoduksiya şansımız daha çoxdur, amma sonra isə maksimal stereoduksiya şansımız getdikcə azalır. Və ümumi sağ-qalım müqayisəsinə baxdığımızda isə 36-nın 15-ə, 22-nin 6-4-ə, 29-un 10.5-ə. Yenə ikincili stereoduksiyanın daha radikal edilməsi həmişə ağılda tutulmalıdır. Bir də ki, burada xəstə seçiminin də mütləq optimizasiyası təyin edilməlidir. Belə ki, ən vacib bütün qruplar üzrə dizisferi intervalın 12 aydan çox olması, platina sensitivliyin olması və residivlərin izolə olunması. Bu üç kriteriyə görə xəstələrin seçilməsi daha yaxşıdır və bunların hamısında maksimal stereoduksiya təmin edildikdə və kriteriyalar uyğundursa, yaşama göstəricisi
belə artır. İndi bəlkə də sual yarana bilər. Nəyə görə 4-cü stereoduksiyada yaşama şansı daha çoxdur? Çünki biz 4-cü stereoduksiyaya çox ciddi selektiv yanaşırıq. Ultra selektiv yanaşdığımız üçün onların yaşama şansı biraz daha çox görülüb bu statistikada. O da rəqəmlər onu ifadə eləyir. Fəsadlara gəldikdə isə 2-ci stereoduksiyada daha cəsarətliyik. Ona görə 9,1%, amma getdikcə 3-cülüdə, 4-cülüdə və 3-cülüdə isə risk dediyim kimi 3-cülüdə daha çox artır. Və ən axırda demək nədir ki, burada ümumi sağalmanı etkiləyən ən vacib faktor maksimal stereoduksiyanın təmin edilməsidir. Və maksimal stereoduksiya planladığımız xəstələrdə də residivsiz periodun müddəti, residivin izolə olması və platinə sensitiv kriteriyaları axtarmalıyıq ki, sonraki ağırlaşmaları göz önünə ala bilək. Ağırlaşma təbii ki, azalmır, 15%-dir, amma geneldə idarə edilə bilən ağırlaşmalardır. Və Elçin doktorun da girişdə söylədiyi kimi, mən bir kafedrada çalışıram. Akademik Əhliman Əmraslanov, Professor Abuzər Qaziyevin dəstəyi ilə, rəhbərliyi ilə bəzi kitablar yazdıq. Bunlar da ginekoloji, onkologiyaya aid kitablardır. Diqqətinizə görə hamınıza təşəkkür edirəm. Kimin sualına rəhbər Stereodiksiyonda poligramastlara saydığınızda birinci stereodiksiyonda R0 rezeksiyon yapılmamışlarda sekonder stereodiksiyon yapılır. İlk tanı anında. Birinci stereodiksiyonda R0 olamamışsa, yapılmamışsa, sonra kemoterapi almış, bu hastalara sekonder stereodiksiyon yapılır. Hocam, indi tədavi bitdikdən sonra, 3 hafta sonra tam abdomen BT kontrastlı BT çəkirik və tümör markeri. Bunlara görə peritoneal kanser indeksi təxmini bir hesablama yapıb fayda görəcəyimizi düşünürüksə əməliyyat edirik. Yenə radioloji və digər seçim kriteriyalarını əsas alırıq. İndi sizin stereodiksiyanın təxminən 3 növünə aid tam, optimal, suboptimal. Tam radikal sayılı, yəqin ki, o bizlər qeyri-radikal sayılı. Həmən bunların hamısında apendektomiya edirsiniz. Xeyr, Elçin doktor. Çünki hər iki qolda, hər iki tərəfin məqalələri var, yayınları var. Əgər apendiks radioloji və makroskopik normaldırsa, qeyri-mutsinoz tiplərdə rutin etmirik. Amma mutsinoz tiplərdə rutin edirik. Mutsinozu siz normalda öncədən təyin edə bilməmişsiniz. Getmişsiniz, diyektik salonlarında. Elçin doktor, təəssüf ki, bizə gələn xəstələrin böyük əksəriyyəti toxuma diaqnozu olur, kistektomiya olur başqa yerdə. Toxuma diaqnozu çıxandan sonra bizə tamamlanmaq üçün gəlir. Bir daxil sualım, 4-cü stereodiksiya nə qədər təsdiq etmişsiniz və nə qədərində necə dediyiniz o tam stereodiksiya etmişsiniz? Hamısını yoxsa tam stereodiksiya etmişsiniz? Elçin hocam, orada biz yanaşanda çox ultra selektiv yanaşırıq. Misal üçün deyim, qasıq nahiyəsində izolə bir implantı var. Ya məsələn, qarında kəsik xəttində bir implantı var. Ya qaraciyər üzərində bir implant var. Çox ultra selektiv yanaşırıq. Ona görə də onların nəticələri digərindən yaxşı çıxır statistika. Çox sağ olun, Məhkəmə doktor. Sağ olun, təşəkkür edirəm. Sağ olun.